Necə olur ki, mərkəzə müraciət edib, tutaq ki, ya mən, ya siz, ya Esma xanım hansımızsa diaqnostika eləmişik və diaqnostikanın içində test dəyərləndirməsi etmişik. Valideynlərdən bu arada diaqnostikalarımızı valideynindən sual alaraq bir də uşağı izləyərək edirik təbii ki. Və bunların nəzdində iki eyni əlamətləri daşıyan, eyni formada gələn uşaqlar bu danışmağa başlayıb biri, digəri danışmağa başlamır. Bunu loqopedik yanaşmanızı istəyərəm. Mən də öz belə deyək, Əslində çox gözəl bir sualdır və hal-hazırda belə bir uşaqlarım var. Yəni öz təcrübəmdən danışım sizə. Hər iki uşaq, hətta deyim sizə ki, biri daha ağırdır və bir uşağım artıq yerində qalır, yerində sayır deyək ki, amma digər autizmin ən ağır forması olan uşağım artıq 1 ildir nitq açılıb, danışır və valideyn bir inadla belə bir dedi ki, niyə o uşaq danışdı, hələ də mənim uşağım danışmır. Və Nigar xanım, gəlin siz mənlə razılaşarsınız ki, bu ailədən də qaynaqlanır. Düzdür. Oraları ciddi vurğulayacaq. Və nevroloji tərəfdən qaynaqlanır. Çünki əgər biz nevroloji dəstək almasaq və hər hansısa bir uşaqda davranış olsun, aqressiya olsun, etmək istəməməsi olsun, bəli, artikulyasiya aparatla nitq tərəfdən problem ola bilər, anlama qavırmasında problem olar. Bu da əlbəttə ki, nitqin geriləməsinə gətirib çıxarır və bizim işimizə mane olur. Bəs niyə mən hər dəfə vurğulayıram ki, birlikdə biz niyə təyin olunmuşuq ki, loqopedin, psixoloqun, duyunun birlikdə işləməsinin nəticəsini ortaya çıxaraq. Və əgər mənim işim getmirsə, burada psixoloqla, duyu tərəfi, refleksoloji tərəflə bərabər aydınlaşdırmalıyıq ki, bu uşaqda hansı səbəbdir, getməyən səbəb ki, mənim işimə mane olur. Və burada ən sonda və valideynlərin ən üzdə görsənən tərəfi nitqdir, amma ən son işlənilən tərəf nitqdir.